Salam dəyərli şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə 22 fevral Güvən Nəşr Sınaq 11 coğrafiya sualları, sinif 9, qrup 3-cü qrupun coğrafiya suallarına baxırıq. Samur dəvəçi balığı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Xəzər sahili mövqeyə malikdir. Doğru fikirdir. Doğru fikirdir, amma yanlış yazılıb qarşısına. A variantı yanlışdır. Ölkəmizin şimal-şərqində yerləşir. Doğru fikirdir, amma qarşısına yanlış yazılıb. B variantı getdi. Müəyyən hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Bəli, müəyyən hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Doğru fikirdir. Qarşısına da doğru fikir yazılıb. Doğru cavabımız C variantı. Ön Qafqaz tektonik çökmə zonasında yerləşir. Doğru fikirdir, amma yanlışdır. Yazılıb qarşısına. Filiz faydalı qazıntı geniş yayılmışdır. Bu yanlışdır, amma qarşısına doğru yazılıb. 62-ci suala baxırıq. Ümumi günəş radiasiyası 160 kilokalori kvadrat santimetrdir. Udulan radiasiyanın miqdarı 40% olarsa yer səthində əks olunan radiasiyanın miqdarını hesablayın. Uşaqlar, deməli ümumi radiasiya 160 kilokalori kvadrat santimetrdirsə, mənim məsələdə bunun 40% nədir? Bunun 40% udulan radiasiyadır. Biz onda zaman 160-ın 40%-ni tapmış oluruq. Bu da edir 64 kilokalori. Yəni 40% 64 kilokalori kvadrat santimetr, yəni udulan radiasiya. Bəs əks olunan nə qədər olar? O zaman ümumi günəş radiasiyasından çıxarıq 64-ü. Burada yuxarıdan yazaq. 160-dan da 64-ü çıxarıq. Olacaq 96. Doğru cavabımız B variantı. Xəritə sxemdə verilmiş məntəqələr hansılar subtropik iqlim qurşağında yerləşir? Mənim məsələn subtropik iqlim qurşağı 30-40 şimal en dairələri arasında yerləşir. Şimal yarımkürəsindəki məntəqələri götürsək əgər. Ona görə doğru cavabımız 2, 3. D variantı. Növbəti suala baxırıq. Mil düzünə aid deyil. Mil düzü bilirik ki, Kür dağarası şəklində yerləşir. Şirvan aid olmayan götürür. Şirvan düzü ilə həmsərhəddir. Bu yanlış fikirdir. Kür dağarası çökəkli tektonik zonasında yerləşir. Bu aiddir. Kür və Araz çayı arasında yerləşir. Bu da aiddir. Seismik zonada yerləşir. Bu da aiddir. Filiz faydalı qazıntıları yataqlarına malikdir. Əslində Şirvan düzü ilə həmsərhəddir. Kür və Araz çayları arasında yerləşir. Filiz faydalı qazıntı yataqlarına malikdir. Mil düzündə filiz faydalı qazıntı yataqları yerləşmir. Əslində Şirvan düzü ilə həmsərhəddir, amma aid olmayan filiz faydalı qazıntı yataqlarına malikdir. Y variantı. Xəritə sxeməsindən Acınohurun yerini müəyyən edin. Məlum məsələdə Acınohur Qanı Xəyri çayı Kür çökəkli vilayətində yerləşir. 2. Doğru cavabımız C variantı. Paraqçay yatağı hasilədir. Paraqçay bilirik ki, dəyərli şagirdlər, molibden yatağıdır. Doğru cavabımız Y variantı. Eylər və diaqramlaşdıran uyğunluğu müəyyən edin. Şeh və yağış. Bunlara aid fərqli xüsusiyyətlər və oxşar xüsusiyyətlər. Buluddan tökülən yağıntı növüdür, yağışdır. Havadakı su buxarının soyuq səthi ilə təmasından əmələ gəlir. Bu şehdir. Və kondensasiya prosesi nəticəsində hər ikisi də kondensasiya prosesi nəticəsində əmələ gəlir. Doğrudur. 3-ə də 3. Deməli, birinci aiddir, 2, ikinci aiddir, 1, üçüncü aiddir, 3. Doğru cavabımız C variantı. Növbəti suallara keçirik. Doğru ifadələri müəyyən edin. Litosfer tavanın uzaqlaşması nəticəsində Atlantik və Hind okeanı sahələri artır. Əksinə Atlantik və Hind okeanı sahəsi kiçilir. Litosfer tavalarının yaxınlaşma sərhədləri divergent yox, konvergent adlanır. Konvergent adlanır. B də yanlışdır. Sonra Şimali Amerika materiki geoloji keçmişdə qədim Gondwana yox, Lavrasiya qurusunun parçası olmuşdur. Ərəbistan tavası okean tipli yer qabığına malikdir. Bu yanlış fikirdir. Və astnosfer alt mantiyada yerləşir. Bəli, astnosfer alt mantiya qatında yerləşir. Azərbaycanda hansı hava kütlələri hakim olar? Məlum məsələdə Azərbaycanda tropik və mülayim hava kütlələri hakim olar. Antarktik olmaz. Antarktik olmaz. Burada da var. Ekvatorial demək olar ki, yoxdur. Ümumiyyətlə yoxdur. Ekvatorial burada da yoxdur. Doğru cavab A variantı. Orisaba vulkan əlamətləri şimal və şərq yarımkürəsində, şimal və qərb yarımkürəsində yerləşir. Palçıq vulkanı, xeyr, Palçıq vulkanı deyil, Şimali Amerikada yerləşir. Sadəcə doğru cavabımız C variantı. 72-ci sual. Qütb ulduzu hansı xətt üzərində daha böyük bucaq altında görünür? Qütb ulduzu şimal qütbünə yaxınlaşdıqca daha böyük bucaq altında görsənər. Ekvator 0-dır. Cənub tropiki 23.5 cənub endarəsi. Demək ki, cənub yarımkürəsində qütb ulduzu görsənmir. Cənub qütb dairəsi dediyimiz kimi cənub yarımkürəsində qütb ulduzu görsənmir. Şimal qütb dairəsi 66.5
66.5 şimal en dairəsi. Və məlum məsələdə qütb ulduzu ən böyük bucaq altda burada görürsənsə. Doğru cavab B variantı. Növbəti sual baxırıq. Aşağıda verilmiş əlamətlərə aiddir. Əvvəllər dənizin dibinə olmuş ərazilərdir. Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi ilə insanlar bu ərazilər quruya çevrilmişdilər və şimal dənizi xüsusilə Niderland sahilə geniş yayılmışdır. Məlum məsələdə söhbət polderlərdən gedir. Doğru cavab D variantı. Atmosferi təşkil edən azot, oksigen və digər qazların balansının doğru verildiyi diaqramı müəyyən edin. Azot 78%-dir, bilirik. Oksigen 21%-dir, digər qazlar isə 1%-dir. Buna uyğun variant. A variantında yoxdur, B-də də yoxdur. C variantına baxırıq, 78%. C variantı. Doğru cavabımız C variantı. D variantı yanlış fikirdir, Y də yanlışdır. 75-ci suala baxın. Cavan dağları müəyyən edir. Alp, Ural, Skandinaviya, Kap, Appalaz. Məlum məsələdə Alp dağları cavan dağlar hesab olunur, digər dağlar isə qədim dağlardır. İkinci saat qurşağının orta meridianı ilə London şəhəri arasında yerli vaxt fərqini müəyyən edir. İkinci saat qurşağının uşaqlar orta meridianı 30 dərəcə şərq uzunluğudur. 30-u da 2-yə bölsək, gedəcək 15. Daha doğrusu 15-ə bölsək, üzrü sayın, 15-ə bölsək, o da edəcək 2-ci saat qurşağı. Daha doğrusu 2 saat fərq olacaq. Yəni, biz 2-ci saat qurşağının orta meridianı tapırıq. Yəni, 2-ni vururuq 15-ə, 30 şərq uzunluğu. 30 şərq uzunluqda London arasındakı vaxt dərəcə fərqi 30 dərəcədir. 30-u da 15-ə bölsək, 2 saat vaxt fərqi olmuş olur. Növbəti suala keçirik. 77-ci sualda. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Düzənliklər və mənşəyə. Orinoco düzənliyi akkumulyativdir, amma qarşısında denudasiyon yazılıb. A variantı səhvdir. Küraz ovalğı akkumulyativdir, qarşısında akkumulyativ yazılıb. Bu doğrudur. Doğru cavabımız B variantı. Dekan yayla da, yəni denudasiyon da, amma qarşısında akkumulyativ yazılıb. Yanlışdır. Hind-Qanq akkumulyativ, qarşısında denudasiyon yazılıb. Orta Sibir yayla, yəni denudasiyon da, amma qarşısında akkumulyativ yazılıb. 135 azimutla hərəkət səhiyə ən qısa yolla hansı azimutla geriyə qayıtmış olar? Uşaqlar, baxın, 135 dərəcə azimut buradadır. Yəni cənub-şərq. Cənub-şərq. Biz bunun əksi ilə qayıtsaq, yəni şimal-şərqə getmiş olaraq 315. Doğru cavab B variantı. Hansı sətin albedosu daha yüksəkdir? Su, qum, buz, mişə, torpaq. Məlum məsələdir, buz. 90%-dən çoxdur. Küləyin istiqaməti hansı cihazla təyin olunur? Flügerlə. Məlum məsələdir. A variantı. Hansı enliyə günəş şüaları 90 dərəcə bucaq altına düşəndə Azərbaycanda yaz fəsli var? Azərbaycanda yaz fəsli bilirik ki, 21 martdan başlayır. Yəni günəş ekvator xəttində zəngdə olanda 90 dərəcə bucaqla. O zaman doğru cavabımız hansı olacaq? Ekvator. Əhəng daşından çevrilmiş metamorfik su. Əhəng daşı mərmərə. Doğru cavab Y variantı. Y variantı. Yəni əhəng daşı mərmərə çevrilir, olur metamorfik suxur. Dağın zirvəsində havanın temperaturu 3 dərəcə, ətəyində isə 15 Selsi dərəcədir. Bu dağın nisbi hündürlüyü neçə metr olduğunu hesablayın. Nisbi hündürlük bilir ki, bir nöqtənin digər nöqtə hündürlük fərqidir. Biz də iki nöqtə arasında hündürlük temperatur fərqini tapırıq. O zaman sonra hündürlüyə çeviririk. 12 dərəcə. 12 dərəcə temperatura biz bilir ki, 1000 metrə 6 dərəcədirsə, o zaman 12 dərəcədə x doğru cavabımız da olacaq. X-i buradan tapsaq 2000 metr. Biraz qarşı oldu, üzrü sayın 2000 metr. Doğru cavabımız 2000 metr. Geosinkronal qurşaqda yerləşən yaylaları müəyyən edin. Anadolu, Qviyana, İran, Braziliya, Qərbi Sibir. Anadolu bilirik ki, Alp-Himalay qurşağında yerləşir. Qviyana platformada yerləşir. Braziliyada, Qərbi Avstraliyada və İran. 1-3 doğru cavab. Növbəti suala keçirik. 30 dərəcə temperaturda 1 kub metr havada 24 qram su buxarı var. 24 qram su buxarı var. Bu temperaturda 1 kub metr havanın doyması üçün 30 qram su buxarı tələb olunduğu bilər. Nisbi rütubətləri tapın. Biz bilirik ki, 30 dərəcə temperaturda 1 kub metr havanın doyması üçün 30 qram su buxarı tələb olunur. Yəni 30 qram 100% deməkdir. Amma faktiki isə 24 qram su buxarı var. Bu 24-də də biz neçə götürürük? X%. X-i də buradan tapsaq 80% etmiş olur. Doğru cavab 80%.
Azərbaycana aid olan doğru fikirləri müəyyən edin. Yay gündəmində qütb gündüzləri müşahidə olunur. Bu Azərbaycana aid deyil. Qütb gündüzü Azərbaycanda qütb gündüzləri müşahidə olunmur. Palça vulkanları yağmışdır. Bəli, doğru fikirdir. Günəş heç vaxt zəngdə olmur. Bu da doğru fikirdir. Avrasiya və Ərəbistan litosfer tavalarının sərhədində yerləşir. Bu da doğru fikirdir. 10 saat quşağının orta meridianı yerləşir. Xeyr, bu yanlış fikirdir. Doğru cavabımız 2, 3, 4. Şərti işarələrə uyğun gələn faydalı qazıntıları müəyyən edin. Deməli, polimetal şərt işarəsidir, qızıldır və neft. Baxırıq, polimetal 1D, qızıl 2B, neft isə A, 3-ə də A. Keçirik növbəti suala, situasiya tipli suallara gəlirik. Səyyah coğrafi koordinatları 60 şimal en dairəsi və 60 şərq uzunluğu olan, bunu qeyd edək, 60 şimal en dairəsi və 80 şərq uzunluğu. Deyir ki, A məntəqəsindən qərb istiqamət hərəkətə başlamış və 2232 km yol gedərək B məntəqəsinə çatmışdır. Onun hərəkət etdiyi paraleldə 1 dərəcə göstərici uzunluğu 55.8 km-dir. A və B məntəqələrinin fərqli düzənliklərdən yerləşirlər. Səyyahın A-dan B-yə gedən yolda qarşısa qədim dağlar çıxmışdır. Bu məntəqələrin yerləşdiyi iqlim qurşağı Avrasiya materikində geniş sahə əhatə edir. Baxırıq 88-ci suala. B məntəqəsinin coğrafi koordinatlarını və bu məntəqənin hansı qitədə yerləşdiyini müəyyən edin. Baxın uşaqlar, biz əvvəlcə 60 şimal en dairəsinə baxırıq. 60 şimal en dairəsindən 60-cı paralel üzərində və 80 şərq uzunluğundan 2232 km qərbə gedib. Yəni 60 dərəcə paraleldə 1 dərəcə göstərici uzunluqda 55.8-dir. Yəni 2232-ni bölürük 55.8-ə bərabərdir 40 dərəcə. 80 şərq uzunluğundan 40 dərəcə şərqə getsəz, qərbə getsək 40 dərəcə şərq uzunluğuna çatmış oluruq. Düzdürmü? Deməli, tapdıq. B məntəqəsinin coğrafi koordinatları 40 dərəcə şərq uzunluğu, 60 dərəcə şimal enliyi. Daha sonra və bu məntəqənin hansı qitədə yerləşir? Artıq bu məntəqə Avropa qitəsində yerləşmiş olur. Avropa qitəsində. Burada yazaq bir dənə xırdaca Avropa. 89-cu suala baxırıq. A və B məntəqələrinin yerləşdiyi düzənliklərin və səyyahın qarşısına çıxan qədim dağların adını yazın. A məntəqəsinin yerləşdiyi düzənlik Qərbi Sibir düzənliyidir. Bir qoy belə yazaq da, bax. Birinci Qərbi Sibir düzənliyində başlayır. Birinci A-dan çünki başlayır. Qərbi Sibir düzənliyi, A məntəqəsinin yerləşdiyi düzənlik, Qərbi Sibir düzənliyi, B məntəqəsinin yerləşdiyi düzənlik. Artıq bu da olur Şərqi Avropa düzənliyi. B-də olacaq isə Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyi. Qədim dağlardakı Ural dağlarıdır. A və B məntəqələrinin yerləşdiyi iqlim qurşaqlarının adını yazın. Hər ikisi də mülayim iqlim qurşağında yerləşir. Doğru cavabımız mülayim iqlim qurşağı.